Baş verən üsyanlar ərəb xilafətini zəiflətdi. Xəlifələr dövləti artıq əvvəlki kimi idarə edə bilmirdilər. İşğal edilən ərazilər bir-birinin ardınca xilafətdən qopmağa başladı. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanda da yeni dövlətlər yarandı. Onlardan biri Sac oğulları, Sacilər dövləti idi. Mənşəcə türk olan bu sülalənin bütün nümayəndələri Afşin ləqəbini daşıyırdı. Babəki məğlub edən Afşin, Heydər Kavusoğlu da bu nəsildən idi. Sac oğulları dövləti 9-cu yüzilliyin sonlarında Azərbaycanın cənubunda meydana gəlmişdi. Paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil olmuşdu. Dövlətin ən məşhur hökmdarı Yusif Sacoğlu idi. O, Azərbaycandan böyük vergilər tələb edən xəlifəyə tabe olmaq istəmirdi. Buna görə də hər il xilafətə göndərilən xəracı dayandırdı. O, güclü ordu yaradıb, qonşu əraziləri də özünə tabe etdi. Yusifin əsas məqsədi Azərbaycanı birləşdirmək idi. Sac oğulları dövlətindən bir qədər əvvəl Kür çayından şimalda yerləşən torpaqlarda Şirvanşahlar dövləti yaranmışdı. Yusif Şirvanşahlar dövlətini də özünə tabe etdi. Ərəblərin Qapılar qapısı adlandırdıqları Dərbənddə tutuldu. Yusif xəlifənin deyil, özünün adından pul kəstirməyə başladı. Yusifin uğurlarının sirri nədə idi? Bunu bilmək maraqlıdır. Yusif yaxşı təhsil almışdı. Ədəbiyyatı çox sevirmiş. Mənbələrdə onun gözəl şeirlər yazdığı da qeyd edilir. Gözəl nitqi ilə ətrafdakıların ürəyini fəth edirdi. Döyüş meydanında cəsarətli və qorxmaz, dinc dövrlərdə isə ədalətli və səbirli idi. Xilafət ordusunu məğlub edən Yusif, əsir düşən ərəb sərkərdələrini də çox yaxşı rəftar etmiş. Onlara qiymətli geyim bağışlamışdı. Bu davranışları ona rəğbət qazandırdı. Hətta düşmənləri belə Yusifə hörmətlə yanaşırdılar. Bilirsinizmi? Qədim dövrlərdə pullar kağızdan deyil, metallardan kəsilirdi. Qazıntılar zamanı alimlər indi də qədim mis, gümüş və qızıl pullara rast gəlirlər. Metal pul kəsilməsi üçün xüsusi emalatxanalar yaradılırdı. Onları zərbxana adlandırırdılar. Pulların üzərinə hökmdarlar öz adlarını zərb etdirirdilər. Bu, həmin hökmdarın müstəqil olduğunu təsdiq edən əlamət hesab olunurdu. Beləliklə, Yusif Saçoğlu Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirən ilk hökmdar oldu. Dövlətin ərazisi Dərbənddən Zəncana və Həmədana qədər uzanırdı. Sizcə, pulların mis, gümüş və qızıldan kəsilməsinin səbəbi nə idi? Xəlifə Yusifin güclənməsindən və müstəqil olmasından qorxuya düşdü. O, böyük qoşun topladı. Mahir sərkərdələrindən biri bu qoşuna başçı təyin edib Yusifin üzərinə göndərdi. Baş verən qanlı döyüş Azərbaycan hökmdarının qələbəsi ilə başa çatdı. Yusif xəlifədən Azərbaycanın və qonşu ərazilər üzərindəki hakimiyyətinin tanınmasını tələb etdi. Ərəb xəlifəsi çıxılmaz vəziyyətə düşmüşdü. O, Azərbaycan kimi zəngin ərazini itirilməsi ilə barışmaq istəmirdi. Bir neçə il hazırlıq gördükdən sonra xəlifə yenidən Azərbaycana qoşun göndərdi. Bu dəfə iki güclü sərkərdənin başçılıq etdiyi böyük ordu Yusif Saçoğlunu məğlub edə bildi. O, əsir götürüldü və zindana atıldı. Xəlifə rahat nəfəs ala bildi. Amma onun gözlədiyi olmadı. Yusif əsir götürüldükdən sonra Azərbaycanda və qonşu ərazilərdə üsyanlar başladı. Xəlifə bu üsyanların öhdəsindən gələ bilmirdi. Ona görə Yusifi azad edib yenidən Azərbaycana göndərməyə məcbur oldu. Üsyanlar yatırıldı. Ölkədə sabitlik yaradıldı. Azərbaycanın vahid dövlət şəklində birləşdirilməsi müsbət hadisə idi. Tarixi torpaqlar bütövləşmiş, iqtisadiyyat canlanmış, mədəni həyatda da irəliləyişlər baş vermişdi. Artıq Yusif qocalmışdı. Bu zaman xilafətin ərazisində xəlifəyə qarşı üsyan baş verdi. Ümidsiz vəziyyətə düşən xəlifə Yusifdən kömək istədi. Xəlifənin köməyinə tələsən Azərbaycan hökmdarı üsyançılarla gecə döyüşündə məğlub olub əsir düşdü. Yusifi əsir götürülən xəlifədən onun azad olunması üçün pul tələb etdilər. Tələb olunan pul gecikdiyi üçün üsyançılar Yusifi edam etdilər. Azərbaycan ilk dəfə
vahid dövlətdə birləşdirən şəxsiyyətin ömrü başa çatdı. Yusif Sacıoğludan sonra hakimiyyətə gələn varisləri onun siyasətini davam etdirə bilmədilər. Daxili çəkişmələr dövləti zəiflətdi. Nəticədə Sacıoğulları dövləti süqut etdi.